istəyirəm ki, bu evsiz pişiklərimiz üçün ev tikim. Yemək verənləri var, məhəllədə yemək verən var. Yəni siz də yemək versəz sevinərik, balaca dostlarımız da sevinər, amma evi biz özümüz tikəcəyik. Heç kimdən bu dəfə heç nə istəmədən öz cibimizdən. Ümid edirəm xoşlarına gələr. Gedək, başlayaq evimizi tikməyə. Hadi ev alatxanamıza başlayaq pişiklərimizin evini tikməyə. Buraya pişiklərimizin yemək, su qabı yeri olacaq. 1, 2, 3 otaqlı pişiklərimiz üçün ev düzəldirik. Pişiklərimizin taxtalar incitməsin. Təmizləyək taxtaların üzərini. Təxminən 2 saatlıq qurumadan sonra su qabımızı yerləşdirək. Sonra gedək balaca dostlarımızın yuvasını təhvil verək. Dostlar, xahiş edirəm, qopartmayın. Qopardanları da görsəz icazə verməyin. Bəli. Pişik var. Pişikdir. Yoldaşlar, xahiş edirəm, bizi izləyin, dəstək olun. Dəstək olmağınız ən birinci növbədə bizi izləməyinizdir. Yəni izləyin, paylaşın, şərh yazın. Yəni bizim üçün vacib olan budur. Nə qədər böyüksək, bir o qədər böyük yardımlar edə biləcəyik məscanlarımıza. Can əmin. Harada pişik? Pişik evdədir. Orada getdi, ora. Sonra getdi, qaçdı da onda orada.